Deməli, Abbad ibn Abbad rahimehullah deyir ki, mən deyir bir gün Məkkədə Mina şəhərciyinə gəldim, həcc vaxtı idi və orada Yunus ibn Xəbbəb adlı bir rafizi var idi və həmin o rafizi, yəni Yunus ibn Xəbbəb orada danışırdı və qəbir hadisəsindən danışırdı və o deməli hekayəni danışdı, qutardı və sonra dedi ki, bu məsələdə, bu hadisədə bir məsələ var ki, onu fasik murciyələr gizlədirlər. Yəni, deməli, əhl-i-sünnəni ittiham edir həmin rafizi. Mən deyir, Abbad ibn Abbad deyir ki, mən ona dedim ki, bəs nədir o? Deməli, insana deyir, qəbrində gələndə ona sual veriləcək, yəni qəbir haqqında danışır və deyir ki, insana qəbrində deyiləcək ki, sənin vəlin kimdir? O da deyir ki, mənim vəlim Əlidir. Və Abbad ibn Abbad deyir ki, mən bu haqda heç şeydə eşitməmişəm, yəni heç bir sahabədən, tabiindən bu məsələ vardı, bir şey eşitməmişəm. Və o soruşur ki, bəs sən hardansan? Abbad ibn Abbad deyir ki, mən deyir, Bəsrədənəm. Deyir ki, həmin o rafizi deyir ki, siz deyir, Osman ibn Affanı sevənsiniz, hansı ki, Peyğəmbərin 2 qızını da qətlə yetirib. Yəni, Osmanı ittiham edir ki, Osman Peyğəmbərin 2 qızını evlənib və onları qətlə yetirib. Və mən də ona dedim ki, yaxşı, birin öldürmüşdüsə, niyə görə Peyğəmbər sallallahu aleyhi və səlləm 2-ci qızını da ona verdi? Və bunu deyəndə o deyir, pərt oldu, heç bir şey cavab verə bilmədi və sonra başladı deyir, məni söyməyə. Dedi ki, sən mundar deyir, Osmançısan. Yəni, bu rəvayəti gətirməkdə məqsədimiz odur ki, hətta o zaman da görürsən Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sahabələrindən nifrət edən insanlar da var idi və onlar təbliğ edirdilər sahabələrə düşmənçiliyi. Yəni, burada söhbət gedir hicrətin 2-ci əsrindən. Və buna baxmayaraq, deməli, Allah Rəsulunun sallallahu aleyhi və səlləmin sahabələr haqqında olan demək, sevgisini bildirən rəvayətlər, hədislər açıq-aşkardır və bu rəvayətlər çoxluq təşkil edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onlara necə sevgi göstərib və bu danılmaz faktlardır.